Zeynəb salamullahi aleyhanın məsələsinə salavat göndərək Peyğəmbərimiz. Deməli, Ənbiya surəsində Allah Teala buyurur: "Fəmən ya'məl minəs-salihat və huve mu'minun." Deməli, cənnət əhli olmaq üçün bizə nə lazımdır? Orada hesab zamanı nəsə təqdim eləmək. Əgər sən əli boş gedirsənsə, məsələn, bazara cibi boş, əli boş gedirsənsə, oradan nə ilənsə qayıda biləcək? Yox, çünki almağa sənin bir vasitən yoxdur. Cənnət, cəhənnəm də belədir. Cəhənnəm yolu çox asandır. Cəhənnəm yolu çox asandır. Əziyyət çəkməyə ehtiyac yoxdur. Amma cənnət yolu çox çətindir. Bir ömür, yəni belə deyək də, ruh bədəndən çıxana qədər əziyyət istəyir. Ola bilsin insan ömrünü iman, təqva, namaz, səcdə, ona kömək elə, buna kömək elə, yaxşı nəsihətlər ver, filan ver, ömrünün sonunda neynəsin? Olsun kafir. Belə adamlar olub, illər boyu, məsələn, insanlar var, Quran təbliğatçısı olub, indi ateizmi təbliğ eləyirlər. Bir-iki nəfər tanıyıram, durum belədir. Deməli, son nəfəsə qədər əziyyət çəkmək lazımdır. İki şərtimiz var. Bir, deməli, Allah buyurur, ya'məl minəs-salihat. Salih əməllərdən. Yəni, bütün salih əməlləri biz yerinə yetirə bilmərik. Ona görə Allah Teala buyurur ki, müəyyən qədər salih əməl elə, amma salih əməllə yanaşı mümin, iman əhli olaraq. Şərti budur, iman əhli olaraq. İmanın şərti nədir? Tərəddüd və şübhədə olmamaq. Deməli, cənnətə getməyin yolu salih əməllər, namazdır, orucdur, zikirdir, yalan danışmamaq, haramla halala, vacibə riayət edirsən, bu salih əməllərdir və bu əməllərə sən idman kimi baxmamalısan. Məsələn, oruc tutanlar var Ramazan ayında. Oruca necə baxır? Necə baxır? Pəhriz. Pəhrizin xeyrini görəcək, amma orucun savabını görməyəcək. Pəhrizin xeyrini görəcək, mədəsi, bağırsağı təmizlənəcək. Diyeta deyək, pəhriz deyək, adın nə qoyursuz qoyun. Onun xeyrini görəcək, amma orucun savabını görməyəcək. Niyyət eləyir ki, bu 11 ayda yiyirəm, partlayınca, Ramazan ayında biraz arıqlayaq. Bu niyyət orucun inir, savabını ləğv eləyir. Sənə acılıqdan başqa bir şey qalmayacaq. Oruca ibadət kimi baxmasın, o nədir? Salih əməl sayılmır. Məsələn, toya gedirsən, pul salırsan. O pulu nə məqsədlə salırsan? Sənin də xeyir üçün olanda var gələcək. Elə bir borc verirsən, borc. Amma məsələn, özü göstərmək, minnət eləmək, bu xeyir əməl nədir? Salih əməl sayılmayacaq. Və buna bənzər. Deməli, salih əməl kimi eləyirsən və mömin olursan, mömin olmağın da şərtləri var. Şərtlərindən də biri şək, şübhədə, tərəddüddə olmamaq. Məsələn, sən Peyğəmbərə qayıdıb deyəsən ki, məsələn, Əntə Rəsulullah haqqən, həqiqətənmi sən Allahın rəsulusan? Peyğəmbərlə bir yerdə ola. Bu bir səhabə, digər bir səhabə. Ətəz'əmü ənnəkə Rəsulallah, sən güman eləyirsən ki, Peyğəmbərsən. Bu kəlmə-i şəhadəti deyirlər bunlar. Cəmaat namazında da iştirak eləyirlər. Amma Peyğəmbərimizin Peyğəmbərliyində, nübüvvətində bir insanlar nədədir? Şübhədədir. Çünki şübhəli olmayan, şəkli olmayan bu sualı verməz.
sən güman eləyirsən ki, peyğəmbərsən, ya bilirsən yox ha, güman. Və yaxud həqiqətənmi sən Allahın rəsulusan? Həqiqətənmi? Yəni 15 ildən sonra peyğəmbərə belə bir sual verəsən. 15 il peyğəmbərin yanında ol. Sonra peyğəmbərə belə sual ver. Əntə Rəsulullah haqqan? Həqiqətənmi sən Allahın rəsulusan? Və yaxud başqası Ətəzəm ənəkə Rəsulullah? Sən güman eləyirsənmi ki, Allahın rəsulusan, peyğəmbərsən? Yəni, özü sən peyğəmbər hesab eləyirsən? Bu kamil iman deyil, şəkdədir. İmanın şərti getdi, iman da neynir? Əldən gedir. Deməli, salih əməlləri eləyirik və mömin olaraq belə olanda nəticə nədir? Fələ kufran li sə'yihi. Həmən bu adamın salih əməlləri zay olmayacaq. Allah dərgahında qorunub saxlanılacaq. Namazı da, orucu da, duası da, zikri də, xeyir əməlləri də, atdığı addımların hamısı Allah yanında qorunub saxlanılacaq. Necə? Və innə ləhu katibun. Biz bütün bu salih əməlləri neynirik? Yazırıq. Yazılı haldadır. Həm yazılı, həm də Allahın elmində qorunub saxlanılır. Deməli,